Təsəvvür edin, dünya çempionatında ölkənizi təmsil edirsiniz. Milyonlarla insanın ümidi, duası və bütün diqqəti sizin üzərinizdədir. Və o an gəlir meydanda cəmi bir səhv edirsiniz. Cəmi bir saniyəlik bir bədbəxtlik. Bu səhv sadəcə oyunu uduzdurmur, həm də sizin həyatınıza son qoyur. Bugün sizə futbol tarixinin ən qaranlıq, ən faciəvi və eşidəndə bədənləri ürpədən bir hekayəsini danışacağam. Bu, Kolumbiyalı futbolçu Andrés Escobar'ın hekayəsidir. Videoya keçməzdən öncə kanala abunə olmağı unutmayın. Təqvimlər 1994-cü ili göstərirdi. Amerikada keçirilən dünya çempionatı başlamazdan əvvəl futbol dünyası tək bir ölkədən danışırdı, Kolumbiya. Onlar sadəcə güclü deyildilər, onlar bir fırtına idilər. Hətta dahi Pele Kolumbiyanın dünya çempionu olacağını proqnozlaşdırırdı. Bütün ölkə küçələrə tökülmüşdü, hər kəs qələbəyə inanırdı. Amma bəzən tale kartları tamamilə fərqli paylayır. Turnir Kolumbiya üçün kabus kimi başladı. İlk oyunda Rumuniyaya gözlənilmədən məğlub oldu. Artıq növbəti qarşılaşma ev sahibi Amerika ilə oyun ölüm-dirim məsələsi idi. Gərginlik pik həddə çatmışdı. Oyunun 35-ci dəqiqəsində Amerika təhlükəli hücuma keçdi. Top cərimə meydançasına göndərildi və Andrés Escobar onu uzaqlaşdırmaq istədi. Ancaq futbol tarixinin ən bədbəxt anlarından biri baş verdi. Top onun ayağından istiqamətini dəyişərək öz qapısına daxil oldu. Andrés bir neçə saniyə yerində donub qalmışdı. O anda heç kim bilmirdi ki, bu avtogol gələcəkdə futbol tarixinin ən məşhur və ən faciəli hadisələrindən birinə çevriləcək. Kolumbiya həmin oyunu 2-1 uduzdu və dünya çempionatından erkən ayrıldı. Bütün ölkə böyük məyusluq yaşayırdı. Qəzetlər, televiziya kanalları və azarkeşlər komandanın uğursuzluğunu müzakirə edirdilər. Amma Andrés Escobar baş verənlərə görə məsuliyyətdən qaçmadı. O, mətbuata verdiyi açıqlamalarda hər şeyin futbolda mümkün olduğunu deyirdi. Hətta yazdığı məqalədə insanları sakit olmağa çağırmış və həyatın davam etdiyini bildirmişdi. Təəssüf ki, hadisələrin ən dəhşətli hissəsi hələ qarşıda idi. Dünya çempionatından cəmi bir neçə gün sonra Andrés dostları ilə birlikdə şəhərdə istirahət edərkən bir qrup şəxslə qarşılaşdı. Şahidlərin dediyinə görə, həmin şəxslər onun vurduğu avtogolu məsxərəyə qoymağa başladılar. Mübahisə yarandı və vəziyyət birdən-birə nəzarətdən çıxdı. Bir neçə saniyə sonra silah səsləri eşidildi. Andrés Escobar ağır yaralandı və xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı. Cəmi 27 yaşında olan futbolçu həyatını itirdi. Bu xəbər yayılan kimi bütün futbol dünyası şoka düşdü. Azarkeşlər, futbolçular və məşqçilər baş verənlərə inana bilmirdilər. Çünki bir futbolçu meydanda etdiyi səhvə görə həyatını itirmişdi. Bugün hadisədən uzun illər keçməsinə baxmayaraq, Andrés Escobar'ın adı hələ də hörmətlə xatırlanır. Onun hekayəsi insanlara futbolun sadəcə oyun olduğunu xatırladır. Çünki heç bir nəticə, heç bir məğlubiyyət və heç bir səhv insan həyatından daha dəyərli deyil. Andrés Escobar futbol tarixində vurduğu qolla deyil, insanlara verdiyi dərslə yadda qaldı. O dərs isə çox sadədir. Futbol bir oyundur, insan həyatı isə hər şeydən qiymətlidir.